Euzu billah mineşşeytanirracim. Bismillahirrahmanirrahim. La yenhakumullahu anillezine lem yuqatilukum fid-din ve lem yukhrijukum min diyarikum en teberrukum ve tuqsitu ileyhim innallaha yuhibbul muqsitin. Sadaqallahul aliyyul azim. Aziz mümin kardeşler, sizleri bu güzel mübarek cümə günündə Allah'ın evində, Əhl-i Beytin qapısında Allah'ın salamı ilə salamlayıram. Esselamu aleykum ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan acizənə arzum hər birimiz üçün ilahi pərverdigarı aləm bu cüməmizi bizim üçün mübarək qərar ver. İlahi ya Rabbim Allah, bizim bu cüməmizi bizim üçün axırıncı qərar vermə. İlahi, nə ki dua edirik, həmd səna edirik, onları bizdən eşit. İlahi, naqis olan ibadət və itaəti bizdən qəbul eylə. İlahi, hər bir şəkildə, hər bir formada ibadət edirik, bilirik ki, bizim ibadətimiz sənə layiq deyil, amma hər bir halda onu edirik. Ya Rabbim Allah, bütün ibadət olun, nə ki ibadət edirik, onların hər birini bizdən qəbul elə. Pərverdigar-ı aləm, amin deyən dilləri məşərdə lal etmə. İlahi, pərverdigar-ı aləm, keçən günlərdə etdiyimiz səhvləri, günahları bizim üçün bağışla. Bir daha günah etməməkdə hər birimizə kömək ol. İlahi pərverdigar-ı aləm, gələn günlərdə daha çox sənə yaxın olmaqda, daha çox gözəl ibadət və itaətdə olmaqda və sənin sevdiyin bəndələrin cərgəsində olmağa üçün bizim hər birimizə kömək ol gənə. Bütün dualarımızın qəbulu üçün Muhammed və Ali Muhammed salavat zikr edəyək. Bu günlər mart günləridir. Azərbaycan xalqı üçün 31 mart soyqırımı xüsusilə də dünya Azərbaycanları üçün böyük bir fəlakətdir. Çünki Azərbaycan xalqımız uzun illər, deyərdim ki, əsrlərdir ki, əfsuslar olsun, qonşularımız tərəfindən təcavüzə məruz qalıblar və hər zaman da dinc xalq olan Azərbaycan xalqı, sadə xalq olan Azərbaycanlıları, onların ürəyinin genişliyindən, sadəliyindən istifadə edib hər zaman onlara uzun illərdən sonra ilbəil təcavüzə məruz qoyublar. Və xüsusilə də 31 mart soyqırımı böyük bir dəhşətdir Azərbaycan xalqı üçün, müsəlman camiyyəsi üçün. Çünki mənfur cəllad qonşular məhz 31 martda tarix yazır və sənədlərə əsasən böyük bir faciələr törədiblər. Azərbaycanlı dinc əhalilərə divan tutublar, onların evlərini yandırıblar, onların qız gəlinlərinə təcavüz ediblər və cavanlarını süngüdən keçirdiblər, gülləliyiblər. Buna hələ doymamış kimi hətta namuslarına belə uf demədən toxunublar. Hətta bu qəddar erməni cəlladları görün nə qədər zalim və şərəfsiz insanlardır ki, bu insanlar hamilə bilmədən, qoca ahıl bilmədən, ağbirçək ağsaqqal bilmədən, körpə qundaqda olan uşaq bilmədən Bakının o zaman küçələrində, evlərində illərlə onlarla bərabər yaşayan və həmən Azərbaycanlı müsəlman cəmiyyəti o ermənilərə öz evlərini verən, öz çörəklərindən pay verən, öz paltarından onlara verən insanlara bir an öz xislətini, o nəfs əmmarə xislətini, xəbis nəfs olan insanların xəbisliyini, qəddarlığını, zalimlığını bəyan edərək Azərbaycan xalqına divan tutublar. Bu hiç zaman bizim yadımızdan çıxmamalıdır. Bəzən də sual verə bilərsiniz ki, hacı, niyə biz hər zaman bu haqda və hər il bu haqda danışırıq? Qardaşım, illər boyu biz yaddan çıxardıb başımıza bu fəlakət gəlib.
Məhz biz sadə olduğumuza görə, rəhimli olduğumuza görə, insanpərvər olduğumuza görə, Allahımıza bağlı olduğumuza görə, məhz İslam dini sülh dini olduğuna görə biz öz insanlığımızı nümayiş etdirmişik, amma zalim, şərəfsiz, əxlaqı və ədəbi olmayan, Allahsız, erməni olan bir qövm hər zaman bizi nişangahında tutub və hər zaman da nə zaman biz zəifləyəriksə, o zəiflədiyimiz vaxtda bizə hücum edib, bizi talan ediblər, bizi didərgin salıblar yurd yuvalarımızdan, yaşadığımız, məskən tutduğumuz yerlərdən, ata-babalarımızın yerlərindən, bizi viran qoyublar bizim hər yerimizi, bütün obalarımızı, bütün kətlərimizi. Azərbaycan xalqına divan tutulur. Bütün Azərbaycan xalqının o tanınmış insanlarına və imkanlı insanlarına, tacirlərinə, elm sahiblərinə, imkanı olan insanlara, cavanlara, qocalara baxmadan hər birinə divan tutulur. Və yenə də istintaqın apardığı sənədlərə əsasən o zaman Bakıda yaşayan, Azərbaycanda yaşayan ermənilərin əksəriyyəti mühəndisindən tutmuş, müəllimindən tutmuş, əskərindən tutmuş, zabitindən tutmuş, tacirindən tutmuş hər bir vəzifənin sahibi erməni silahlanır və müsəlmanlara qarşı, dinc Azərbaycan xalqına qarşı divan tutur. Mənim əzizlərim, bunu yaddan çıxartmaq qeyri-mümkündür. Sözümün əvvəlində Mümtəhənə Surəsinin 8-ci ayəsində Allah Müteal buyurur: La yenhakumullahu anillezina lem yuqatilukum min fiddini ve lem yukhrijukum min diyarikum en teberrukum ve tuqsitu ileyhim innallaha yuhibbul muqsitin. Buyurur Allah din barəsində sizinlə döyüşməyən və sizin yurdlarınızdan çıxartmayan kafir kəslərlə yaxşılıq etməyi və onlara ədalətlə rəftar etməyi sizə lən yenhakum, qadağan etmir. Yəni sizlə bərabər kafirlər də yaşaya bilər. Sizin onlarla dostluğunuz, yəni onlara kömək etməyiniz nəhy etmir Allah Teala deyir. İnnallaha yuhibbul muqsitin. Allah əlbəttə ki ədalətli olanlar, yəni onlarla deyir ədalətlə rəftar eləyin. Sizin aranızda yaşaya bilərlər o insanlar. Yəni müsəlman olmayan bir cəmiyyətdə yaşaya bilər sizinlə bərabər bir yerdə, bir mahalda. Yəni Azərbaycanda necə biz yaşamışıq, əsrlər yaşamışıq digər insanlarla bir yerdə, yəni müsəlman olmayan cəmiyyətlə. Deyir Allah da nəhy etmir sizə. Onlarla məsələn danışasınız və yaxud da ki onlara bir şey kömək eləyəsiniz və onlarla ədalətli olasınız. Bunu sizə nəhy etmir. Amma ondan sonra gözəl bir ayə gəlir. Buyurur Mümtəhənə 9-da İnnəmə yenhakumullahu anillezine qatalukum. Amma Allah Teala sizə o zaman deyir, nəhy edir ha müsəlman, nəhy edir. Yəni qəti icazə vermir sizə. O zamanki qatalukum sizi öldürərlər. Sizin evlərinizi viran qoyarlar. Sizə körpə demədən, sizə ahıl demədən, sizə qoca demədən nahaq yerə sizə hücum edərlər. Siz din sakin olaraq onlarla uzun müddət bir yerdə yaşadığınıza baxmayaraq onlar sizə yüzünüzə gülə-gülə, amma sizin arxavızda, sizin əleyhinizə tədarük görərlər deyir. Ona görə bu innəmə yenhakumullah anillezine qatalukum. Allah Teala deyir sizə nəhy edir, qadağan edir sizə o insanlarla oturub durmağı, o insanlarla dostluq etməyi, o insanlarla evinə gelib evə çağırmağı, o insanlarla ticarət əlaqələrini qurmağı, o insanlar ki qatalukum sizin düşmənlərinizdir. Ey müsəlmanlar, o insanlarla siz oturub durmayın. Onlardan yəni sizə dost olmaz. Allah Teala'nın buyurduğu Kur'an-ı Kerim'in ayəsidir. Biz insanlara bəyan edir ki oyanaq, anlayaq, başa düşək. Bəsdirin bu qədər sadə olduq. Yəni elmli olaq, möhkəm olaq, dinimizdə daha da möhkəm olaq, qardaşlıqda möhkəm olaq, Azərbaycancılıqda daha da bir-birimizə əlimizi tutaq bir-birimizdən və o düşmən hər zaman düşməndir.
Sen ondan ehtiyatını tutmalısan. Her zaman öz ehtiyatını tutmak için sen güçlü olmalısan. Güçlü olmak için de gece ve gündüz işlemelisən, okumalısan, bir olmalısan. Bir olduğun takdirde siz güçlü olmalısınız. Yani biz Azerbaycanlılar güçlü olmalıdır. Allah Müteal Kur'an'ında buyurur ki, mən nəhy edirəm, qəti qadağan edirəm sənə. Nəyi? O düşmənlərlə ki, yani senden değil. Ve seni qatalukum, her zaman çalışırlar sizi öldürmeye, size tecavüz etmeye, sizin yurt yuvavızı xaraba koymağa. Bize əsrlər boyu erməni deyilən cəlladlar tecavüz etmeyiblər. Yurt yuvamızdan bizi qovmayıblar. Bizim körpə balalarımızı süngüye takmayıblar. Bizim cavanlarımızı mismarla divara tikmeyiblər. Bizim kız gelinlerimize tecavüz etmeyiblər. Meğer kifayet değil, yeterli değil. Allah Subhanahu ve Teala'nın Kur'an-ı Kerim'in bu ayesi biz Azerbaycanlılar nəhayət uyanaq, nəhayət ayılaq, nəhayət dostla düşməni bilək. Ki bizim düşmanımız kimdi, dostumuz kimdi? Bizim tuttuğumuz taraf hansı taraf olmalıdır? Ve biz özümüz ailelikçe, balalarımızla, nəvələrimizlə hansı yolu tutmalıyıq ki, gələcəkdə bu cür çətinliklərlə üzləşməyək? Bizim ailelerimizə təcavüz olunmasın, bizim namuslarımıza məsxərə olunmasın. Bütün dünya ona bakmasın. Bizim gözlerimiz qan kimi dolganla dolmasın. Yani bu körpələrimize tecavüz olunmasın. Ağsaqqallarımız məsxərə olunmasın. Ahıl, ağ bir şey kadınlarımızın üstüne, beline çaydanı koyup isti onu dereden aşağı atmasınlar. Bizim hamile kadınlarımızın beline samavarları yana koyup ve onu aparıp şəhərdə gəzdirməsinlər, küçədə gəzdirməsinlər, meşədə gəzdirməsinlər və gülməsinlər. Ta onun canı çıxana qədər. Ey Azərbaycanlı, ey Müsəlman, ey sənə Kur'an-ı Kerim gəlib nazil olan insan, başa düş, anla, bilgilən hak nedir, nahak nedir, düşmən nedir, dost nedir? Ayıl artıq, bəsdir, kifayətdir, yeterlidir. Yani hak, sizə deyir, nəhy edirəm. İnnema bəs həqiqətən də yenhakumullah, Allah sizə nəhy edir, qətidir, qadağan edir. Kimlərlə? Anillezine qatalukum, o insanlarla ki qatalukum, sizin düşmənlərinizdir, sizin din düşmənlərinizdir, sizin öz düşmənlərinizdir, sizin yurt düşmənlərinizdir, sizin balalarınızın düşmənləridir, sizin inkişafınızı istəməyən düşmənlərdir. Bunlardan nəhy edir, onlarla ehtiyatlı olun. Onlardan hiç zaman size dost çıkmaz. Hiç zaman onları dost görmeyin. Onların şirin sözlerine aldanmayın deyir. Mən nəhy edirəm, mən bilirəm nə danışıram. Yani Allah Teala bilir bize nə əmr edir, nə məsləhət bilir. Biz necə olmalıyıq? Biz bunlardan nəticə çıxartmalıyıq həyatımız üçün, ölkəmiz üçün, dünyamız üçün ki biz əməlli başlı bir olaq. Nə olar biz bir olanda? Allah'ı tanıyaq, Peygamberin hak bilək, Əhl-i Beytin qapısında, Kur'an'ı hak bilək, qibləmiz bu cürdür. Biz de bir olaq, bir yerde olaq, mehriban olaq. Düşməndən bize fayda olmaz. Ne fayda olarsa bizim özümüze yeterli, kifayəti. Ta ki bizim qəlbimiz birbirimize yansın. O mehribanlıq əlamətləri bizim əməllərimizdə biruzə versin. Ondan sonra nə xoş o insanın halına, o cəmiyyətin halına, o cəmiyyət inkişaf edəcək. O cəmiyyət qabağa gedəcək. O cəmiyyətdən fayda olar. Əgər biz bunlara qulaq assaq və əməl etsək, yox əgər təkcə ilə belə boş-boşuna baxsaqsa, fikrimiz və zikrimiz başqa bir yerdə olacaqsa, heç bir gələcəkdə yenə də bu cür təcavüzlər bizim başımıza, millətimizin başına, qız gəlinlərimizin başına, ey namuslu Azərbaycanlılar, gələcək başımıza, Allah göstərməsin. Əgər biz zəif olsaq, əgər biz haqqı, nahaqqını ayıra bilməsək, əgər biz düz yolda addımlamasaq, əgər həqiqəti gözümüzdən görə bilməsək, Muhammed və Ali Muhammed salavat zikr eləyək. Vallahi Xocalını hər zaman oxuyanda başımıza gələn faciələr. Burada bəlkə
bir neçə insanların babaları, nənələri o cür təcavüzə məruz qalıb. Bu bizim namusumuzdur. Əgər biz namus bilməriksə, əgər ata, ananın dəyər və qiymətini bilməriksə, əgər qız gəlinin namusunu bilməriksə, onda nəyə lazım bizim yaşamağımız, nəyə lazım bizim namaz qılmağımız, nəyə lazım bizim cüməyə gəlməyimiz, nəyə lazımdır, nəyə? Boşunadır. Allah buyurur, boşunadır. Vallah boşunadır. Heç bir xeyri yoxdur. Heç bir dəyəri yoxdur. Allah qatında dəyəri yoxdur, qardaşım. Müsəlman, mümin, vallah dəyəri yoxdur. Dəyər o zaman tapır ki, əlbəttə, biz Allah kəlamlarını eşidəndən sonra anlayırıq ki, Allah Teala bizə hansı yolu qoyur. Deməli, hansı zamansa biz zəifləmişik, Allah Teala'nın buyurduqlarına düzgün riayət etməmişik. Qur'anda hər bir şey biz müsəlmanların yaşayışı üçün, inkişafı üçün, bir olması üçün, güclü olması üçün, düşmən tərəfindən gələn hər bir faciənin qabağını almaq üçün yollar qoyulub. Biz təki Qur'an-ı Kərimin sözlərinə, bu mübarək ayələrinə diqqət yetirsək və o kəlamları öz həyatımızda, həyata hamılıqla keçirdə bilsək xoş halımıza. O zaman nicat bizdəndir. Çünki hər halda bu dünya müvəqqətidir. Bu dünya hər birimiz üçün müvəqqətidir. Və heç birimiz də bilmirik an sonra bizim halımız necə olacaq. Bu dövrdə Allah Teala bizə Qur'an-ı Kərimin ayələrindən bəyan edir ki, yaratdığım bəndə o soyqırım ki var əvvələn, birinci onu yaddan çıxartmıyor ki, Adəm və Həvvanın övladlarından olan Habil ilə Qabilin hadisəsidir. Nə üçün oldu o? Yaddan çıxartmayaq. Yəni qəlbimizin o nəfs əmmarə, çirkin nəfs, biz insana hər bir yerdə olsan, ona görə buyurur ki, Peyğəmbərlərimiz, imamlarımız buyurur ki, bil cərgəvi bəyan et. Sən hansı cərgədə qərar tutmuşsan? Əvvəla bil ki, sən kimsən və nə qədər Allaha bağlısan və kimin cərgəsində varsan. Bu daha çox əhəmiyyət kəsb edir. İnsan bilməlidir, mənim cərgəm, mənim yerim hardadır? Mən harda olmalıyam? Mən nəyi qazanmışam və mənim yerim hardadır? Qabilin dünyaya bu qədər bağlılığı biz bütün insanlara Qur'an-ı Kərimin ayəsindədir. Habili öldürəndən sonra dünya nəfsinə görə nə etdi? Bilmədi. Nə etsin qardaşının cənazəsi ilə? Gəzdi bütün yerləri. Yoruldu. Cihanda gördü, Allah bir qarğa göndərdi. Bir qarğa digər bir qarğanı öldürəndən sonra və öz dimdiyi ilə, ayağı ilə yeri qazdı. Öldürdüyü qarğanı ora nə etdi? Qoydu və onun üstünü örtdü. Ondan sonra Qabil anladı ki, bir qarğa qədərində mənim dəyərim yoxdur. Biliyim yoxdur. Anlamım yoxdur. Nəfs-i əmmara çox ağır bir şeydir. Onu yaddan çıxartmaq lazım deyil. Həzrəti Yaqub əleyhissalamın onun övladı nə etdilər? Quyuya atdılar, öz əlləri ilə quyuya atdılar. Niyə? Orada tələf olsun. Parçalansın, ölsün, nəfəsi kəsilsin, ölsün, təki biz onu neyniyək? Görməyək. Nə üçün? Dünya üçün. Yaqub əleyhissalam onu çox istəyirdi və onda qeyri-adilik vardı, başqa bir şey, xislətlər vardı, daha yaxın olmaq vardı Rəbbinə qarşı. Bu 10 övladda, Yaqubun övladlarında nə yaratdı? Soyqırım yaratdı ki, mən onu öldürəcəm. Nəfs əmmarə budur. Ta gəlib çıxır hara? İmam Hüseyin əleyhissalatu vəssalama, Kərbalaya. Peyğəmbər balası, bu cür minlərlə insan Mədinədə əyləşərdi, Həzrəti Peyğəmbər əleyhissalatu vəssalama qulaq asardı. Və İmam Hüseyni də, Əhl-i Beyti də dəfələrlə o insanlara tapşırdı ki, məndən sonra bu insanlardan müğayət olun. Onlar Qur'anın danışan Qur'andılar. İstəsəniz ki, zəlalətə bu dünyada düşməyəsiniz, haqq və ədalət ardıca gedəsiniz deyibən, sizə 2 əmanət qoyuran biri Kitab-əllah, Allah kitabıdır. İkinci də nədir? İtrəti və əhləl beyti, mənim əhli beytimdir. Hər kəsi ki, bu ikisin bu dünyada yaşayarkən nə qədər ömürləri varsa, bu kitabla, Qur'an-ı Kərimlə, danışan kitablarla bir yerdə tutarsa, onlar nicat tapacaqlar və hər kəs ki onları bir-birindən ayıracaqsa nə olacaq? Fəlakətə düşəcəklər. Həzrəti Peyğəmbər əleyhissalatu vəssalamın bu sözündən sonra, bu vəsiyyətindən sonra
Peygamber daha Allah kelamlarını deyir. Hemen o insanlar, Müslümanların ekseriyyeti ne ettiler? Peygamber aleyhissalatü vesselamın dediğinin eksine gittiler. Her ikisini birbirinden ayırdılar. Peygamber aleyhisselam ne buyurmuştu, onun eksine gittiler. Ta getirip çıkarttı hara? Kerbala'ya. 72 nefer, 30 bin qoşun, 35 bin. İndi her ne kadar minlərlə o qoşun ki namaz qılıb, həzzə gedib, Kur'an hafizləridir. Gecə namazı qılırlar. Kur'an'ı ezber bilirler. Allah kelamlarından danışırlar. Danışanda Allah'la danışırlar. Allah kelamları gelende ağlayırdılar. Ama hakka taraf, hak olan ilahinin buyurduğu imama taraf ve Peygamber aleyhissalatu vesselamın özünün buyurduğu, vesiyet ettiğinin aleyhine olarak onun başını kestiler. Soykırım yarattılar. Tamamen Peygamberin nesli kesilmelidir. Neye? Nefsi emmare. Çok pisti. O xəbis nəfs imkan vermir. İnsanın qabağında bir nəfər qardaş olsun, bacı olsun, dost olsun, həmyaşıd olsun, qonşu olsun, bir eldən bir obadan olsun. İmkan vermir. O nəfs əmmare insana hakim olandan sonra onun parıldamağını sen görmek istəmirsən. Artık senin qəlbində şeytan yurd yuva qurub. Ona göre Allah Teala buyurur ki, ben sağlam qəlbdəyəm, benim yerim sağlam qəlbdədir. Yani niye? Yani ey Müslüman, namaz kılırsan, ibadet edirsən, həccə gedirsən, Kərbalaya gedirsən, İmam Hüseyin'le danışanda ağlayırsan, göz yaşınız axıdırsan, əla, gözəldir. Amma ondan qabaq qəlbivi təmizlə. Eğer qəlbin təmiz deyilsə, hiçbir fayda yoktur. İllərlə oruç tut, faydası yoktur. Bu qəlb pak olmalıdır. Nefsi emmare kul olmamalıdır. Nefsi ve kul olmamalıdır. Şeytana kul olmamalıdır. O zaman Allah Müteala buyurur ki, ben o qəlbdəyəm. Benim yerim o qəlbdir. Ne güzel, ne azametli bir şeydir. Allah ne güzel söz deyib. Ben o sağlam qəlbdəyəm, o pak qəlbdəyəm, o təmiz qəlbdəyəm. Yani o evi necə şeydir, hazırlaşırsan evə qonaq gələndə hər yeri təmizləyirsən, paklayırsan. Belki de o insan senin için çok değerli olur bu hayatta. Veyahut da bir vəzifəli bir insan olur. Veyahut da imkanlı bir insan olur. Veyahut da senin çok sevdiğin bir insan olur. Sen ələk vələk edirsən övladlarınla beraber. Köməkçi də çağırırsan. Evivi, yurduvu, yuvavı, her yerivi təmizləyirsən. Paltarıva kimi, özüvə kimi, balalarıva nəsiyyət verirsən. Bu cür danışarsınız. Lazım olmayan şeyi danışmazsınız. Yani paklayırsan özü, təmizləyirsən. Düz. Niye? Əzizim gəlir. Bir əziz gəlir, qiymətli, dəyərli gəlir. Allah Teala buyurur ki, özün fikirləşirsən ki, bu dünyada mənim dəyərli bir, qiymətli bir qonağım gəlirsə, mənim evim təmiz olmalıdır. Mənim bütün bədən üzvlərimdə paltarım təmiz olmalıdır. Mənim danışığım gözəl olmalıdır. Övladlarım gözəl görsənməlidir. Hər bir şeye nizam və intizam qoyursan. Niyə? Bəyənsin səni. Allah Teala bizi bəyənmək üçün deyir, mənim yerim pak qəlbdədir. Təmizləmək lazımdır ya, yox. Ne oldu? İmkanın oldu. Ayaqdan düşdün. O qonağın gəlişi üçün hər bir şeydən keçdin, elədin. Süfrəvi də ən pak, ən gözəl nemətlərlə bürüdün. Hər şey qoydun süfrəvə. Bütün nemətlərdən imkanın var idi, yox idi. Ki əzizim gəlir, bəyənsin. Bəs biz, Allah bizi yaradı baxı. Onun bəyənməsi lazımdır axı. Onunla beraber ibadet edirik, oruç tuturuq, namaz kılırıq, gece namazı, həc, Kərbala, Məşəd, bunların hər birini eləyirik, dualarımızı eləyirik, düz. Ama deyir, yox, bu qəlb o yeterli değil, bu qəlb pak olmalıdır. Bu qəlb pak olsa soykırıma getməzsən. Yani o mənfur qonşularımızın da qəlbi çirkindir. Onlar Allah'a hak bilmirlər. Onlar ancak qəddar düşüncelerle bu dünyaya yanaşırlar diye ben Allah Teala buyurur ki ne? İnneme yenhakumullah anellezine qatalukum. Allah nehyedir o cür insanlarla sen dost olasan, sen onu evine getiresen, sen ondan ticaret kurasan.
Allah Teala nəhy edir. Niye? Çünkü ondan bir xeyir gelmez sana. Ziyan vurar bir gün. Olabilir bir gün, bir ay, bir yıl, 2 yıl sen ondan xeyir göreceksen. Ama bir yıl gün, 2 gün, bir ay, bir ilden, 2 ilden sonra senin başına elə bir oyun getirsin ki her bir şeyin elinden çıksın. Peşiman olarsan. Peşiman olmamış Allah buyurur ki nəhy edirəm. O kazancdan əlini çək. Ondan sana xeyir gelmez. Bizi uyandırır. Biz uyanmalıyıq da. Artık bəsdir də bu qədər faciə biz Azərbaycan xalqının başına gəlib. Bu qədər çətinliklərdən biz keçmişik. Bu qədər təcavüzləri biz görmüşük. Bu qədər soyqırımı biz görmüşük. Biz şahidi. Bu qədər bizim özümüzə, yurdumuza, yuvamıza, dinimizə, əxlaqımıza, əqidəmizə olan bütün təcavüzlər əsrlər boyu bu baş verib bizim üçün. İllər boyu bu baş verib. Məhz 2018-ci il 31 Mart soyqırımı da onun bariz nümunələrindən biridir. Hem dinimize karşı hem Müslüman bazı ve kardeşlerimize karşı bizim komşularımız tarafından bizden beraber bir yerde yaşayan insanlar tarafından büyük bir tecavüz olup. Bir həmişə onlarla beraber ehtiyatı tuta. Ben sana nəhy edirəm. Fiddini. Senin dininde sana tecavüz edəcək. Ve ahracukum min diyarikum. O insanlarla deyil nəhy edirəm ki onlarla dostluq olmaz. Əbədi sana nəhy edirəm ki birinci senin dinine karşı aleyhi ve karşıdır. Yani İslam'a karşıdır. İkinci de ki ahracukum. Sizi çıkardırlar. Sizi zulümle çıkardırlar. Sizi öldüre öldüre çıkardırlar. Sizin yurt yuvavıza od alov vururlar. Necə ki o zaman vurmuşlar Bakıda, Şamaxıda, Qubada, Şəkidə, Lənkəranda 2000 adam öldürüblər. Şamaxıda 11 bin insan öldürüblər. Hatta Cümə Məscidinin güzel bir ruhanisin insanlar da pənah gətirirlər onun evinə ki bəs Allah evinə dəymezlər, din xadimlərinə dəymezlər, inan sahiblərinə dəymezlər. O mollanı, ruhanini gətirirlər düz meydana, nə qədər ki saqqalı var onun bir məsxərə edərək çıxardırlar. Bir saqqalın tamamen çıxardırlar və onu sonra tikə-tikə doğrayırlar, başını kəsirlər. Tikə-tikə doğrayırlar. Biz Azərbaycan xalqına tutulan divandır. Allah Kur'anında buyurur. Mümtəhənə 9. Hamımız oxuya bilərsiniz. Tərcüməsi də elhamdülillah var. Ki nəyi nəhy edir Allah Teala biz müsəlmanlara, biz Azərbaycanlılara və biz nə etməliyik ki nicat tapaq. Haqqın yolu hardadır və hara gedək ki biz nicat tapa bilək, düz yolda ola bilək. Bize tecavüz olunmasın. Artık bəsdir, kifayətdir. Hem dinimizi, hem əqidəmizi, hem namusumuzu, hem vətənimizi, ölkəmizi qoruyabilək, saxlayabilək. Güz bir yerde olmaqdadır. Bir yerde olmaqdadır. Birbirimize can deyək. Birbirimize başka cür baxmayaq. Suizən etməyək. Köməkləşək birbirimize. İmkan verməyək ki düşmən bize hər cür tənə etsin. Bize hər cür söz qoşsun. Ona imkan vermiyor. Biri yanlışanda dostundu. Veyahut da ki iş yoldaşındı. Ona da deyilən yox məsləhət deyil. Bu cür olmaq. Gəlin yaxşı danışaq, düz danışaq, haqq danışaq. Hamında haqqa dəvət edək. O zaman inkişaf var, tərəqqi var. Elmli olaq, Qur'anı oxuyaq, dünya elmlərini oxuyaq. Qabağa gedək. Qabağa getmək üçün də əlimizdə imkan olmalıdır. İmkan. Sonra buyurur ve zahara ala ihracikum en tevellahum. Buyurur ki birbirine kömək eden kimselerle dostluk etmenizi qadağan edir. O insanlar ki deyir sizi çıxartmaqda sizi çıxardırlar bir qövüm və o qövümə də digərləridir, kömək edir. Yəni erməni mənfur cəlladlarına digər kimlər ki kömək ediblər vaxtında, zamanında fərq eləməz kimlər olublar, onlarla da dostluq eləmək olmaz. Yəni pəhrizvi tut, olmaz. Bu o zaman olsa, belə olsaq, nə xoş halımıza, nə gözəl olacaq. Mehribançılığı deyə Allah Teala bir birliyidir buyurur. Birlik güc olmaqdadır. Biz güc toplasaq, əlbəttə ki, mənfur qonşu heç zaman bizə hücum etməz. Çünki hər zaman biləcək ki, uduzar. O zaman bizə təcavüz edər ki, bizim zəif nöqtələrimizi tanır. Tapandan sonra girdi içimizə bizi veyran qoyacaq. Və veyran qoymaması üçün, əzizlərim, gözəl Azərbaycan xalqı, birinci
Allah'a and verə izzəti, cəlalı, əzəməti xatirinə İlahi Pərverdigar-ı aləm bizi bir-birimizə mehriban qərar ver. İlahi nə çətinliklər varsa, kimlərin ki nə çətinliyi varsa, onların həllində hər birimizə kömək ol ki. Pərverdigar-ı aləm namərd qarşısında bizi xəcalətli eləmə. İlahi biz müsəlman xalqı həmişə mübariz qərarı verginən. İlahi hər yerdə ki od, alov yağır ya Rəbbim Allah. Tezliklə sülhün bərqərar olmasında onlara kömək ol ki. İlahi kimlər ki nahaq qan tökərlər, onların imkanlarını əllərindən al. Pərverdigar aləm sənə and verirəm cəlal və izzətin xatirinə sən bizim Azərbaycanımızı qoru. Sən bütün müsəlman camiyyəsini qoru. Sən bütün müsəlman camiyyəsini güclü qərar ver. İlahi bari Xudaya, şəhidlərimiz var vətən üçün, namus üçün. Onlar şəhid olublar. İlahi o şəhidləri Kərbəla şəhidləri ilə, peyğəmbərlərimizlə həmnişin qərar ver ki. Onların ailələrinə səbir ver. İlahi yaralı qazilərimiz var. Heç yoxdan onlara şifa verginən. Onların ruzilərin bol qərar verginən. İlahi Pərverdigar-ı aləm Azərbaycanın müstəqilliyini əbədi qərar verginən. İlahi hər kəsi ki Azərbaycan üçün çalışır, Azərbaycanda yaşayan müsəlman bacı və qardaşlarımızın rifahının yaxşı olması üçün əlindən gələni əsirgəmir. İlahi sən özün də o insanlara kömək ol. İlahi bizim için fark etmez, ister Azerbaycan'da olsun ister haricde olsun. Eğer o insanlara insan demek olursa, onlar bu Azerbaycan halkının, Azerbaycan'ın bütövlüğünün ve Azerbaycan'ın arazi bütövlüğünü istemirlerse ve bu Müslüman halkların gün ve güzaranın yaxşı olmağını istemezlerse ya Rabbim Allah, onların şer ve hatasını üzerimizden götür yine. İlahi sana and verirəm celal ve izzetin hatirine, amin diyen dilleri mahşerde lal etme. Pərverdigar aləm sənə and verirəm öz izzəti və öz cəlalı və iltimas edenler var ya Rabbim Allah. Xəstələri olanlar var ya Rabbim Allah. Qəlbindən min cür fikirlər keçən, yaxşı fikirlər, sən bəyənən fikirlər, şərif fikirlər keçir ya Rabbim Allah. Onların da özləri üçün, ailələri üçün, balaları üçün, dünya və ahireti üçün duaları var, hacətləri var. Onların həyata keçməsində onlara kömək ol ki. İlahi heç kimi bu kapıdan eli boş geri qaytarma. İlahi xəstələr var evlərdə, xəstəxanalarda, qürbətdə olan xəstələrimiz var. Heç yoxdan şifa ver. Qürbətdə olan qardaşlarımız var ya Rabbim, onlar dua istəyiblər, hacət istəyiblər, iltimas istəyiblər. İlahi hər birinin duasını, iltimasını qəbul eyle. Pərverdigar aləm burada əyləşən kardeşlerimiz, aksakallarımız, cavanlarımız, hem yaşıtlarımız, yukarıda anabazlarımız, hanımlar var ya Rabbim Allah. Kız gelenler var ya Rabbim Allah. Onların da yüreğinden hacet, istek, şer'i niyetler var. Hayata geçmesinde özün onlara ve bizlere kömək ol ki. İlahi bizleri sahibe zaman aleyhisselam askerlerinden karar ver. Onun zuhurun tezil karar ver. Muhammed ve Ali Muhammed salavatı kitabı.